Gəncə sakini Vəsilə Nağıyeva 2007-ci ildə yarımçıq qalan təhsilini 2026-cı ildə qırmızı diplomla başa vurub. O uğuru hekayəsini Gəncə Xəbər azla bölüşüb. Vəsilə xanım deyir ki, 1993-cü ildə atası Tağıyev Nizami Kəlbəcərdə mülki şəhid olub. Anası və iki bacısı ilə birlikdə qaçqın düşdükdən sonra Gəncədə məskunlaşıblar. Məktəbli olarkən əla qiymətlər alsam da ailə həyatı qurduğum üçün təhsilim yarımçıq qaldı. Amma illər sonra həyat yoldaşıma təhsilimi davam etdirmək istədiyimi dedim. O da arzumu dəstəklədi. Attestatım olmadığı üçün yalnız kollecə qəbul ola bilərdim. 2020-ci ildə kollecin müəllimlik ixtisası üzrə bitirdim. Subbakalavr olaraq universitetə qəbul ola bilmədiyim üçün 2022-ci ildə imtahan verdim və Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsinə daxil oldum. 4 il əlaçı olaraq təhsil aldım deyə müsahibimiz bildirib. Vəsilə xanım söyləyir ki, ailəli olaraq oxumaq nə qədər çətin olsa da, övladları və həyat yoldaşı həmişə ona dəstək olublar. Qızının 16, oğlunun isə 17 yaşı var. Bu il məktəbi bitirib. Bugün bütün çətinliklərə rəğmən arzuma çatdım və universiteti fərqlənmə diplomu ilə bitirdim. İnsan istədikdən sonra hər şeyi bacarır. Elə bacım da mənim kimi məktəbi bitirdikdən illər sonra ali təhsil alıb. Ümid edirəm ki, uğur hekayəm təhsil almaq istəyən ailəli xanımlar üçün motivasiya olar. Sonunda isə bu yolda mənə dəstək olan ailəmə və müəllimlərimə təşəkkür edirəm deyə Vəsilə xanım bildirib.